Səlcuqlu dövlətinə tam-tamına biz Oğuz türkü deyə bilərik, yoxsa yox? Bəli, Oğuz bəli. türküdürmü? Bəli, bəli. Oğuz da türküdür. Və bir də bir şey deyim, həmin Səlcuqlu da kimlərlə savaşır əslində? Onun gücünü ən çox parçalayan Qıpçaq türkləridir. Gürcü vasitəsilə Qıpçaq türkləri xristian olduğundan gürcülərə kömək eləyir və Səlcuqlu onunla vuruşduğuna görə gürcülər öz müstəqilliyini qoruya bilir. Qıpçaqlar günümüzdə fikirləşdiyimiz qədər fərqli bir topluluq deyil. Qıpçaqlar əslində türklərin dış Oğuz qolunu təmsil edənlər olub. Lakin o dış Oğuz qolları fərqli regionlarda gəzdiyindən onların dilində müəyyən fərqli nüanslar yaranıb ki, zamanla artıq o əsl Oğuz dilindən müəyyən qədər fərqlənibdir. Yoxsa əslində Qıpçaqla Oğuz da bir qoldan ayrılıbdır. Bir qoldan, Qıpçaqla Oğuz bir qoldur. Hüseyin qardaş, mən gedirəm, bir dənə söz deyim, hamınızdan üzr istəyirəm, bir dənə söz deyim. Allah sizdən razı olsun, elimizdə bərəkət hər birinizin. Çox gözəl yayın aparır. Və mən sizə təşəkkür edirəm. Birinci növbədə elə milliyyətçilikdən danışırsa, Turanlar düşmənlərimizi tanımalıyıq, insanlarımıza düşmənimiz kim olduğu onu bildirməliyik. Yoxsa əks halda müəyyən dini cəryanlar altında gedib düşmənin alətinə çevrilib bizə düşmən olmasın. Ona görə bu düşmənləri tanıtmaq lazımdır. Erməni də, Farsı da, o birisini də, bu birisini də, hər birini tanıtmaq. Tamamilə doğru. Ona görə sizə böyük təşəkkür edirəm. Bəs xristian türkləri ilə İslamı qəbul edən türklər heç düşünmədimi? Əcdadlarını, keçmişlərini, qan yaddaşlarını, türk olduqlarını düşünmədilərmi? Heç qəlbləri sızıldamadımı? Biz din ayrı qardaş ifadəsinin olduğunu görürük və bir də Azərbaycan türkləri oğlan uşaqlarına kirvə tutduqları əsasən ermənilər olur. Niyə ermənilər? Çünki İslamı qəbul edən Azərbaycan türkləri dinari xristian türk qardaşları ilə qohumluq əlaqələrini saxlamağa çalışır. Amma kirviyə qız verilmir. Niyə qız verilmir? Çünki müsəlman olan türkün kirvəsi xristian türk idi. Daha doğrusu xristianlığı qəbul etmiş ermənilərdir, qıpçaqlardır. Daha sonra onların hamısına erməni deyiləcək. Amma türklərin din ayrı qardaşları ilə qohumluqlarını bərpa etməyə çalışdıqları kirvan layışı tam işə yaramayacaqdır. Ermənilər paylaşacaqdır. Bax belə. Din ayrı qardaş olan kirvələr haqqında da ayrıca danışmaq lazımdır. Qismət. İnşallah söyləşilərimiz yenə davam edəcəkdir. Mənə başlıqlar vermiş, o başlıqlar altında mövzularımız eyni bu qayda davam edəcək. Sağ olun. Rəşad bəy, istifada olan polkovnik leytenant 30 Kirpavondaşım şəxs sizin qarşınıza, elminizin qarşısında istər Hüseyin bəyin vəsait təqdim eləyirik ki, yəni biləsiniz ki, bizə də sizin elminizin qarşısında acizik, baş əyirik, Allah elminizə bərəkət versin. Gəlin həmişə xahiş edirik, bizi maarifləndirin. Var olun, təşəkkür edirəm. Sağ olun, çox sağ olun. Sağ olun.